Bu her şeyi izah edip sözleriyle sübut etmişti. Hayatından bahseden Mark Bowden'in 2001-ci ildə yazdığı Killing Pablo adlı kitabda onun haqqında belə deyilir. Pablo hələ çox kiçik yaşlarında insanlara necə hökm edəcəyini bilirdi. Hər şeyin bir anda bitə biləcəyinin də fərqində idi. Hər şeyini buna görə planlamışdı və planı qüsursuz şəkildə işləyirdi. Əmrində minlərlə adam, kokain daşınmasını həyata keçirən saysız hesabsız nəqliyyat vasitəsi və təyyarə yuyulmağı gözləyən milyardlarla dollar vardı. Hamısı Pablo'nun ovucunun içində idi. Pablo Escobar 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütün düşmənlərini bir-bir yox edərək, yeraltı dünyanın tək hakiminə çevrildi. Yoluna çıxan hər kəsi ya güllə ya da pul arasında seçim etməyə məcbur edir, rüşvəti rədd edənlərə qarşı tədbiq etdiyi qəddarlıqla dəhşət saçırdı. Hakimlərə və siyasətçilərə şantaj edir, istədiyini hakimiyyətə gətirmək üçün güc sahiblərinə də eyni üsulları tətbiq edirdi. Elə ki, ABŞ-da ekstradisiyanı mümkün edəcək konstitusiya dəyişikliyini belə ləğv etdirəcək qədər hökumət üzərində təsir gücünə sahib idi. Onun ucbatından Kolombiyada 3 dəfə prezident dəyişmişdi. Özünü satmış 2 xəbərçini öldürmək üçün havada bir sərnişin təyyarəsini bombalatdıraraq 107 nəfərin ölümünə səbəb oldu. ABŞ səfirliyini partlatdırdı, bir dövr həbsə düşdü, lakin özü üçün xüsusi olaraq inşa edilən 5 ulduzlu otel komfortundakı bu həbsxanadan istədiyi vaxt çıxıb ailəsini ziyarət edən Escobar həbsxanaya sadəcə yatmağa gedirdi. ABŞ-ın təzyiqi ilə başqa yerə köçürülməsi gündəmə gələndə isə köçürmə əmrini gətirən memurları girov götürmüş, hökumət danışıqları rədd etdikdə isə 400 əsgərin mühasirəyə aldığı həbsxananı rahatlıqla tərk etmişdi. Pablo Escobar ilə dövlət arasında qəribə bir münasibət var idi. Qeyri-qanuni fəaliyyətlərinə mane olan bir çox Kolombiyalı prokuror, polis və dövlət adamı onun birbaşa əmri ilə öldürülmüşdü. Bu dövrdə Pablo Escobar'ın adamları təxminən Escobar hər nə qədər dünyanın ən zəngin insanları arasında olsa da, xalqla, kəndlilərlə yaxşı münasibət qurmağı bacarmışdı. Xüsusilə yoxsullara yardım etməsi ilə tanınırdı. Ona Kolombiyanın Robin Hood'u deyirdilər. Adamları vasitəsilə milyonlarla dollar paylamış, xalqın gözündə dövlətdən daha güclü və daha səmimi bir mövqe qazanmışdı. Hər il 300-600 milyon dolları kəndlilərə